Bu videodan sonra özünüzü əsla heç kəslə müqayisə etməyəcəksiniz. Bəzən özünü yaşıdlarından geri qalmış kimi hiss edirsən. Kimisi restoran açıb, kimisi şəxsi brendini yaradıb, kimi sevdiyi şəxsdən artıq xoşbəxt ailə həyatı qurub və kimlərsə artıq xarici köçüb öz həyatını sıfırdan qurub. Sən isə baxırsan, çox şey etmək istəmirsən. Günlər, aylar, illər keçib. Sən yenə eyni yerdə qaldığını düşünürsən. Bu hiss isə yavaş-yavaş səni yorur, hətta depressiya salır. Amma bir həqiqət var. Sən heç kəslə yarışda deyilsən. Sənin yolun yalnız sənə məxsusdur. Yəni başqalarının nəticəsinə baxmaq əvəzinə öz başlanğıc nöqtəni tapmaq lazımdır. Əslində isə bunların heç birisi səni depressiya salmalı deyil. Çünki sən başqalarının xəyalını yaşayaraq öz xəyallarını unutmağa başlamısan. Başqalarının etdiklərini görürsən, amma bir anlıq dayanıb özünə sual vermirsən. Mən həqiqətən nə istəyirdim? Bu zaman biraz geriyə dön, uşaqlığına, keçmiş arzularına. Bəlkə sən artıq vaxtilə xəyal etdiyin yerdəsən. Bəlkə sevdiyin bir sənətlə məşğulsan. Bəlkə öyrənmək istədiyin dili artıq bilirsən. Bəlkə bir zamanlar arzuladığın həyatı artıq yaşayırsan. Sadəcə fərqində deyilsən. Biz çox vaxt sahib olduqlarımızı deyil, sahib olmadıqlarımızı görürük. Öz həyatını başqalarının pəncərəsindən baxmağa dayandır. Yalnız özünü keçmişinlə müqayisə et və fərqində olaraq bu sualı özünə ver. Keçmişdə arzuladığın şeylər bugün həyatında varmı? Sən sualı cavablandır. Mən isə növbəti videolara qədər. Hələlik.